Mən Nərmanov Nizami İnqilaboğlu, Ağcabədi rayonunun Aşağı Afşar kənd sakini. 20 ildən çoxdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. Möhtərəm Prezidentin korrupsiya çağrışına qoşulduğuma görə 9 ildən çoxdur ki, Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun təzyiq və təqiblərinə məruz qalmışam. O cümlədən 9 ildir ki, həmin üstündə durduğumuz bu bəndin, yəni qarşısını Ağcabədi rayonunun su idarəsi, yaxın qohumu Malik Mirzəyevə vurdurmuşdur. Həmin bu K-3 şor kanalı 2100 hektar sahəyə qulluq edir, 8.5 kilometr boyu var, 3 kəndin tras şor kanalıdır. Həmin bu seçimi qonşu kəndə şor su vermək üçün mənim əkin sahələrimin böyründən bu bənd vurulmuşdur. 9 ildən çoxdur. Hal-hazırda 9 gündür. 9 gündə ayın 10 günündən mən ölkə prezidentimiz İlham Əliyev cənablarına, Melorasiya və Su Təsərrüfat Cəmiyyətinin, Açıq Səhmdar Cəmiyyətinin sədri Əhmədzadə cənablarına teleqramlar vurmuşam. 102, 112, 168 qaynar xətlərə zəng vurmuşam. Bütün aidiyyəti orqanlara məlumat vermişəm. Hələ də bu 9 gündə bu bəndin açılmasına şərait yaradılmır. Mən əsasən onu demək istəyirəm ki, Ulu Önlərin yaxşı bir kəlamı vardı. Dövlət o vaxt sarsılır ki, cinayətkar cəzasız qalır. Günahsız insanlar cəzalandırılır. Mən indi o kişinin həqiqətən də sözü böyük kəlamında həqiqət var. Bax, dövləti cinayət hesab eləyirəm mən bu kanalın qarşısının vurulması. Bu cinayətkarlar, dövləti cinayətkarlar cəzasız qalır. Möhtərəm Prezidentin korrupsiya çağrışına qoşulanlar, şəxsən mən və mənə kimi yoldaşlar məhkəmələrdə təzyiqlərə məruz qalır, həbslərə məruz qalır. Bu, Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun Ağcabəddə yeritdiyi siyasətdir. 2013-cü ildə hələ Ağcabədi rayonunun icra başçısını Ağcabəddə diktator peyda olmuş kimi qəzetdə göstərmişdilər. Deməli, Şahin Məmmədov 2016-cı ilin fevral ayında hesabatında göstərir ki, Ağcabədi rayonunun su idarəsi 808 kilometr güya su kanallarını lildən təmizləyib. Bu 28-30 kilometr Avşarın yuxarısında olan Xan Qızı kanalı təmizlənərsə, bu kəndə şirin su ilə təmin etmək olar. Lakin bu 28-38 kilometrdə belə 808 kilometrin qarşısında təmizlənməyə qıymayıb. Bu kağız üzərindədir bütün əməliyyatlar. Mənim kimlərində korrupsiya çağrışına qoşulanları da bu cür əziyyətlərə salırlar, zulümlərə salırlar. Hələ mən 2015-ci ilin 3-ü, 2015-ci il tarixdə mən ölkədən çıxmaq məcburiyyətində olduğumu bütün aidiyyəti orqanlara məlumat vermişəm Şahin Məmmədovun əlindən. Belə gedərsə, mən ötün əkin sahələrimi də, evi də, eşiyi də tərk eləyib mən ölkədən çıxmaq məcburiyyətindəyəm. Mən sizdən xahiş edirəm, mənim səsimi ölkə prezidentinə çatdırasınız. Bu cür haqsızlıq Ağcabədi rayonunda baş alıb gedir. Mənim kimi təzyiq və təqiblərə məruz qalanlar və üzr istəyirəm bağışda yalancı şahidlər saxlayırlar. Mənim həyatım təhlükədədir. Bütün aidiyyəti orqanlara məlumat vermişəm. Bu gündə 9 gündür hələ də bu bəndi mən uçurulmasına, bərpa olmasına təmin elətdirə bilmirəm. 7 il ardıcıl olaraq bu bənd yerində olub. 2015-ci ilin 15-ci ilin sentyabr ayının 20-sindən
14-cü ilin sentyabr ayının 20-sindən 2015-ci ilin aprelin 22-sinə kimi Şirvan İnzibati İqtisad Məhkəməsinin qərarı ilə məcbur sökülmə qərarı var əlimdə. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məcburi söktürmə qərarları var. Su idarəsinə, meliorasiya idarəsinə hələ də heç bir nəticəsi yoxdur. Getdikcə də demək olar ki, təzyiqlər bizə və mənə qarşı artır. Ölkə prezidentinin mənə əkdirdiyi 4 hektar pambıq əkin sahəsinin şorlaşmaq ehtimalı var. Hal-hazırda sahədə yeraltı drenajlar qaynayıb çıxır. Bu, eroziya uğrayır. Mən ölkə prezidentindən və aidiyyəti qurumlardan, Əhmədzadədən, Ekologiya Nazirliyindən, Fövqəladə Hallar Nazirliyindən və Dağılışlar Nazirliyindən mənim təhlükəsizliyimi və bəndin uçurulmasını çox xahiş edirəm. Çox sağ olun.